Müdriklərdən birindən bu dünyada əsl gözəlliyi kim görə bilər deyə sual soruşulur. Çox maraqlı bir cavab verir. Deyir ki, nəral cəmələ indəmə yəkunul cəməlu fi ənfusinə. Biz gözəllik öz daxilimizdə olduqda görə bilirik. Yəni insanın özü, qəlbi və bütün daxili aləmi gözəl olduqda, o qarşı tərəfdə də o gözəlliyi görür və qarşı tərəfdə də o gözəlliyi axtarır. Və buna görə də daima xoş zəndə olur, qəlbi rahat olur, pis düşüncələrdən, negativ zənnlərdən uzaq olur və insanların etdiklərinə də ilk olaraq xoş zənnlə yanaşır. Və beləcə həm öz qəlbi sevincli olur, həm də insanların sevinməsinə çevrilməyə başlayır. Çünki insanın ətrafı dostluqları heç də təsadüfi olmur. Özü necədirsə, dostu da özünə uyğun olur. İslam Peyğəmbəri sallallahu aleyhi ve sellem "Əl-mər'u alə dini xalilihi", yəni insan öz dostu kimidir deyə buyurur. Deməli, insan ilk olaraq öz daxilində bu gözəllikləri yaratmalıdır ki, bütün həyatını gözəlliyə bürüyə bilsin. Və bunun üçün isə ən əsas amil Allahla olan güclü sevgi və irtibatdır.